Salam, hər vaxtınız xeyir olsun əziz müəllimlər. Bugün texnologiyaya aid məsələlər izahına baxırıq. Vaxt itirmədən başlayaq birinci mövzunun izahından. Deməli, Nurlan orta diametri 36 sm olan şalbandan istifadə etdi. Şalbanın orta diametri bizə verilib. D2-nin qiymətinin 35 olduğunu metrə ilə ölçüb tapır. Bizdən isə D1-in qiymətinin tapılması tələb olunur. Əgər bizdən şalbanın D1 və D2-nin qiyməti verilsə, orta diametrin tapılmasını istənsəydi, o zaman D1 və D2-nin qiymətini toplayıb, alınan nəticəni 2-yə bölürdük. Deməli, orta diametri bu şəkildə tapırdıq. Amma burada deməli, orta diametr hazır verilib. İndi biz bunu tənlik formasında həll edəcəyik. Deməli, mən buradan aşağıdan yazım. Necə həll edirdik? Nəyin qiyməti var? D1 yoxdur. D1 x şəklində qalır burada. Düzdürmü? Üstə gəlirik D2-ni. D2-mizin qiyməti neçədir? 35. 35 və bölünsün 2 bərabərdir 36. Tənlik həll etməyi hər birimiz bilirik. Deməli, D1 biraz səliqəsiz yazılır burada. Deməli, ekranda düzgün yazmaq olmur. D1 üstə gəlinsin 35. Bölmə olduğuna görə bunu digər tərəfə keçirəndə vurma ilə əvəz edirik. 36-nı 2-yə vururuq. O da 70. Deməli, 2-dir. 36-nı 2-yə vuranda 72-dir. Daha sonra D1 də bərabərdir. Üstəgəl olduğu üçün digər tərəfə keçirəndə bərabərin sağına bu zaman 72-dən 35-in çıxırıq. 72-dən də 35-in çıxdığımız zaman cavabımız 37 alınır. Deməli, burada düzgün cavabımız 37 C variantıdır. D1-i tapdıq ki, D1-in qiyməti C variantı imiş, yəni 37 imiş. İkinci sualımızın izahına baxırıq. İkinci sualda deyir ki, ailənin gəliri 1500 manatdır. Qidalanmaya ayrılan xərcləri nəzərə aldıqdan sonra yerdə qalan pulun 75 manatını yığıma yönəldən ailənin digər xərclər üçün nə qədər pul vəsaiti qalacaq? Gəlirimiz nədir? 1500 manat. Qidalanmaya ayrılan xərclər dedikdə, qidalanmaya ayrılan xərclər ailə büdcəsinin neçə faizini təşkil edirdi? Bəli, 50%-ni təşkil edirdi. 40%-ni deyil. 40%-i olan qida məhsullarının alınması üçün idi. İndi 1500-ün deməli 50%-ni tapmaq üçün faiz hesablama düsturuna görə 1500-ü 50-yə vurub 100-ə bölmək lazımdır. Amma bunu bu qədər uzatmağa ehtiyac yoxdur. 50% deyəndə ədədin yarısı nəzərdə tutulur. 1500-ün də yarısı deməli nədir? 750-dir. Düzdürmü? 750. Deməli, bu ailənin qidalanmaya ayırdığı xərc 750 manattırsa, yerdə qalan pulu da 750 manatdır da, düzdürmü? İndi 750-dən də deyir ki, 75 manatını yığıma yönəldir bu ailə. 75 manatını yığıma yönəldirsə, bu 750-dən çıxırıq. Deməli, nə qədər çıxırıq? Çıxırıq 75-in. 750-dən də 75-ini çıxdığımız zaman, deməli, 5, 7, 6, 675 manat nə qalır yerdə? Deməli, digər xərclər üçün ailənin pul vəsaiti qalır 675 B variantı. Bu da bu şəkildə hesablandı. Deməli, digər sualların izahına baxırıq. Bağçasında alma ağacı əkən Hüseyn ağacların kök sisteminin normal inkişaf etməsi üçün 6 ədəd alma ağacı üçün neçə santimetr? Burada santimetr olub, amma metr olmalıdır. Neçə metr məsafə qoymalıdır? Deməli, kök sisteminin normal inkişafı üçün alma və armud ağacları arasında 5 metr, albalı və gilas ağacları arasında isə 2 metr məsafə qoyulmalıydı, düzdürmü? Deməli, 6 ədəd ağac əkibsə, deməli, ara məsafəsi 5 dənə hesablanır. Baxın, 1, 2, 3, 4, 5, 6. Deməli, 5 bura, 5 bura, 5. Aha, neçə dənə 5 oldu? 5 dənə. 5-i də vuracağıq 5-ə, ara məsafələrini hesabladıq. Deməli, 25 metr məsafə qoymalıdır düzgün olaraq D variantı. Burada da cavabımız belə oldu. Digər mövzunun izahına, daha doğrusu sualın izahına baxırıq. Dördüncü suala baxırıq. Dördüncü sualda deyir ki, texnologiya dərsində şagirdlər oduncağın sıxlığını təyin edirlər. Bizə sıxlıq tapmaq istənilir burada. Birinci, oduncağın uzunluğu, eni və hündürlüyü verilib. Uzunluq 10, en 4, hündürlük 5 cm-dir. Oduncağın kütləsi 120 qramdır. Aha, indi biz nəyə baxırıq?
Deməli, bizim oduncağın həcmini necə tapırdıq? Həcmini, onun uzunluğunu, enini və hündürlüyünü bir-birinə vuraraq da tapırdıq. Həcm hansı hərflə işarə olunurdu? V hərfi ilə. Deməli, biraz çətinə yazsaq daha yaxşıdır. V, düzdürmü? Deməli, nə edirik? 10-u vururuq. 10, vuraq 4, vuraq 5. 10-u 4-ə vuranda 40, 40-ı da 5-ə vuranda 200. 200 edir. Deməli, həcmimiz 200-dür. Bunu tapdıq. Kütləmiz nə qədərdir? Kütləmiz də 120 qramdır. 120 qram. Oduncağın sıxlığını necə tapırdıq? Sıxlığın düsturunu xatırlayırıq. Sıxlıq hansı hərflə işarə olunurdu? P hərfi, nə kiçik P. Biraz yazıla bilmədi bura. Aha. Sıxlığı tapmaq üçün kütləmiz nə qədərdir? 120. M-i V-yə bölürdük. V-də, yəni həcmimiz də 200-dür. 200. Bunları ixtisar eləyib də tapa bilərik. Yəni, xırda-xırda da ixtisar eləyə bilərik. Bölə də bilərik. Onsuz da miqdad, deməli, kalkulyatordan istifadə olunmağa icazə verir kompüterdə. Amma ən böyük ortaq bölənlərin nəzərə alaraq hər ikisini 40-a bölərük. Deməli, burada qalır 5, burada da qalır, neçə yazılmadı bura? 3. Deməli, 3-ü 5-ə bölmək lazımdır. 3-ü 5-ə bölmək lazımdır. Bu da edir 0,6. Deməli, oduncağımızın sıxlığı 0,6 qram, deməli, santimetrin kubudur. Bunu da tapdıq. Digərinə baxırıq. Sual 5-də. Deyir ki, bir oduncağın nümunəsinin qurudulmadan əvvəl kütləsi 120 qramdır. Qurudulandan sonra 100 qram çəkisi olmuşdur. Buxarlanan rütubətin kütləsini tapın. Biz buxarlanan rütubətin kütləsini necə tapırdıq? Baxın, M, aha yazılmadı bura. Deməli, M buxar bərabər idi, bərabər M nəm çıxılsın, yəni nəm kütlədən, nəm halımız nə idi? 120. M quru, düzdürmü? Q yazıram, bəsdir, quru. Burada çıxma prosesi yerinə yetiririk. Deməli, buxarımızı tapmaq üçün nəm halı 120-dən 100 kiloqram, quru halın çıxmalıyıq. 120-dən də 100-ün çıxanda 20 kiloqram qalır. Burada da cavabımız C variantıdır. Deməli, 20 kiloqram. Deməli, digərlərinə baxaq indi. 6-cı sualda qurudulmuş oduncağın kütləsi 90 kiloqramdır. Buxarlanan rütubətin kütləsi isə 18 kiloqramdır. Oduncağın nəmliyini faizlə hesablayırıq. Burada isə nəyi hesablayırıq? Nəmliyi. Bayaqların rütubətin kütləsini hesablayırdıq. Nəmliyi isə uzun-uzun o deməli M1 çıxılsın, M2 bölünsün, M2 vurulsun, 100 belə uzatmağa ehtiyac yoxdur. Burada buxarlanan rütubətin kütləsini 18-i bölürük 90-a. Deməli oduncağın öz kütləsinə. 18-i bölürük 90-a. Vururuq 100-ə. 18-i 90-a böləndə edir 0,2. Bu 90 çox 90-a oxşamadır burada. Nəysə. Onu da vururuq 100-ə. 0,2-ni də 100-ə vurduğumuz zaman cavabımız 20 edir. Deməli, bu oduncağın nəmliyinin faizi nə qədərdir? 20%-dir. 7-ci sualın izahına baxırıq indi. Deyir ki, detalın qalınlığı 30 cm olduğunu nəzərə alaraq yuvanın və yarığın yanağının qalınlığını tapırıq. Birinci baxırıq nəyə? Birinci detalımız verilib 30 cm. Birinci zıvananı tapmalıyıq. Zıvananı tapmalıyıq ki, yuvanı və yarığı ona uyğun hesablaya bilək düsturuna. Deməli, zivanamız detalın qalınlığının 0,4 hissəsinə bərabər olmalıydı. 30 vurulsun 0,4. Detalı vururuq 0,4-də zivananı tapırıq. 30-u da 0,4-də vurduğumuz zaman cavabımız 12 edir. İndi bunu düsturda yerinə qoyuruq. Düsturumuz necə idi? S2. S2 nədir burada? Yuvanın və yanağın qalınlığı. Bunu tapmalıyıq da, düzdürmü? Bərabərdir. 0,5 deməli, S0 çıxılsın A. İndi bura yazmıram. S0-ımız nədir? S0 detalın qalınlığıdır. S0-ımız 30-dur. Çıxırıq. Deməli, 30-dan detal zıvananı çıxırıq. Zıvanamız A ilə işarə olunurdu. Zıvanamızın ölçüsü nədir? 12. Tapdıq axı burada nə qədər olduğunu? 12. İndi deməli, biraz bərabərin yerini dəyişək ki, bizim üçün asan olsun. 0,5 vuraq. 30-dan 12-sini çıxanda nə edir? Deməli, 18 edir.
0,5-i də hansı ədədə vururuqsa onun yarısı alınacaq. 18-ə də vurduğumuz zaman 9 edir. Deməli, S2. S2 nədir? Yuva və yanağın qalınlığı. S2-miz 9 olacaqdır. Bu, deməli, sualımızın da cavabı bu şəkildədir. İndi baxırıq nəyə? Baxırıq 8-ci sualın izahına. Genəmi getirək. Aha. Deməli, aparan qasnağın diametri 80 mm. Aparan qasnağın dövrlər sayı 1200-dürsə, aparılan qasnağın dövrlər sayı 600 olarsa, aparılan qasnağın diametrini tapırıq. İndi burada baxırıq bizdən. Aparan qasnağın diametri hansıydı? D1. D1 bərabərdir 80-ə. Aparan qasnağın dövrlər sayı nə idi? N1. N1 də bərabərdir 1200-ə. 1200. Aparılan qasnağın dövrlər sayı N2-dir. N2 də bərabərdir 600-ə. 600. Biz düsturda bunları yerinə yerləşdirib hesablama etməliyik. Düsturumuzu xatırlayaq birinci. Deməli, N1 bölünsün N2 bərabərdir D2 bölünsün D1. Bu düsturu əsasən yerinə qoyuruq. Burada ekranda tam yaza bilmirəm deyə uzatmağa ehtiyac yoxdur. Deməli, N1 bölünsün N2. N1 nədir? 1200. Düzdürmü? 1200 bölünsün N2 600. 600 bərabərdir. D2-mizin qiyməti yoxdur. D2 olduğu kimi qalır yuxarıda və aşağıda da 80 deməli yazırıq D1-in qiymətinə. Burada çarpaz vurma həyata keçirmək lazımdır. Deməli 1200-ü 80-ə vurduğumuz zaman nə edir? 96 min. Bunu da bölürük neçəyə? 600-ə. 600-ə. Burada ixtisar da apara bilərik. Sıfırları ixtisar edirik. Yerdə də qalır 160. Deməli, cavabımız hardadır? 160 nədir? B variantı. Bu da bu şəkildə hesablandı. Baxırıq digər sualımızın izahına. Digər sualımıza. Aha. Bunlar da eynidir. Deməli, 9-u da izah eləyim. Onu da siz özünüz deməli, şərhlərdə yazarsınız cavabını hesablayıb. Baxırıq, burada hazır verilib D1 neçədir, D2 neçədir və N1 neçədir. Bunları hazır yerlərinə qoyuruq. Deməli, birinci N1 yazılmalıdır. N1-imiz neçədir? 1000. 1000. N2-miz varmı? Yoxdur. N2-miz sualdır. N2-mizi bilmirik neçədir. D1-imiz, deməli, D1-imiz neçədir? 50-dir. D1 aşağıdaydı. D2-miz də 100-dür. Aha, yenə çarpaz vurma həyata keçiririk. Bu zamanda, deməli, 5 sıfırlarda arxasına atırıq. 1, 2, 3, 4 dənə. 1, 2, 3, 4. Bunları yazdıq bura. Düzdürmü? 100 də qalır burada bölmə şəklində və sıfırları ixtisar edirik. Yerdə qalır cavabımız 500. Deməli, burada da aparılan qasnağın dövrlər sayı 500 dövr dəqiqə təşkil edir. 10-cu sualı da siz hesablayın. Yorumlarda cavabını yazın. Mən sizə doğru və yaxud yanlış olduğunu bildirəcəm.